Əməliyyat olmuş xanımlardan tez-tez eşitdiyim sözlər, frazalar bunlardır. Doktor, mənim yumurtalığım, uşaqlığım çıxıb, mən onsuz da artıq kişiyəm də. Belə bir şey yoxdur. Əməliyyat olmuş xanım bu statusu özünə verə bilməz. Əməliyyat olsa da, bu orqanlar çıxsa da, yəni bir xanım xanımdır və sizin o orqanlarınızın çıxmağı, sizdə o hormonun olmamağı və yaxud da ki, sizin cinsiyyətinizin dəyişməyi demək deyil. Əziz xanımlar, siz əməliyyatdan sonra özünüzə diqqət etməlisiniz. Yəni bu hormonlar sadəcə yumurtalıqlardan salınmır. Sizi qadın edən hormonlar sizin periferikdə olan yağ dokularınızdan və böyrəküstü vəzlərinizdən də salgılanır. Ona görə də siz bu yumurtalıqlarınızı itirmiş olsanız belə, siz bu hormonlara sahibsiniz və siz qadınsınız. Sadəcə əməliyyatdan sonra daha baxımlı bir qadın olmalısınız. Bu nədir? Əməliyyatdan sonra vaxtında sizə lazım olan vitamin və mineralları qəbul etməlisiniz. Sağlığınıza diqqət etməlisiniz. Həyatınızı aktivləşdirməlisiniz. İdmanlarınızla məşğul olmalısınız və yaxud da biraz sosiallaşmalısınız. Vaxtında balıq yağı və D vitamininizi qəbul etməlisiniz. Özünüzə baxmalısınız. Siz həmişə qadınsınız.